Hazreti Ali Ekber Aleyhisselam'ın mövlud günüdür. İnşallah elə Hazreti Ali Ekber ağadan danışacağıq. Hicrətin 33-cü ilində Şaban ayının 11-də Hazreti İmam Hüseyin Aleyhisselam'ın ilk övladı dünyaya gəlir. İlk övladı dünyaya gəlir və Hazreti Ali Aleyhisselam'ın şəhadətinə 7 il qalmışdı. Yəni Hazreti Ali Ekber Aleyhisselam 7 yaşına qədər Hazreti Ali Aleyhisselam'ı görmüşdür. Və deyildiyinə görə hədislərə, rəvayətlərə əsasən Hazreti Ali Ekber Aleyhisselam Peyğəmbərə çox oxşuyurdu. Həm danışığından Peyğəmbərə çox oxşuyurdu, həm görünüşündən Peyğəmbərə çox oxşuyurdu, həm də əxlaqından Peyğəmbərə çox oxşuyurdu. Və Hazreti Ali Ekber Aleyhisselam şəhadəti isə Kərbəlada olmuşdur. Aşura hadisəsində şəhadətə yetmişdir və Bəni Haşimdən olan ilk şəhiddir. Yəni Peyğəmbər nəslindən olan ilk şəhiddir və qeyd olunur ki, İmam Hüseyin Aleyhisselam'dan icazə istəyərkən bəzilərində tərəddüd edirdi, bəzilərində gec icazə verirdi, amma Ali Ekber Aleyhisselam da dərhal icazə verir və 28 il ömür yaşayıb. Və bu günü, bu bayram gününü, yəni Şaban ayının 11-ci gününü Həzrəti Ali Ekber Aleyhisselama xatir gənclər günü olaraq qeyd olunduğu da deyilir. Və biz böyüklərdən həmişə eşitmişik ki, gənclər üçün dua olunanda Ali Ekber Aleyhisselamın adını da gətirirdilər. Nə deyirlər? Deyirlər ki, ilahi cavanlarımızı Həzrəti Ali Ekberə bağışla. Yəni cavanlıq deyəndə Həzrəti Ali Ekber yada düşürdü. İmam Hüseyin Aleyhisselam'ın qeyd olunur ki, 3 övladı var idi, 3 oğlan övladı daha doğrusu qeyd olunur. Üçünün də adı Əli idi. Böyük oğlunun adı, yəni mövludu olan və Kərbəlada ilk şəhid olan böyük oğlu Əli Ekber, yəni böyük Əli. Kərbəlada sağ qalan, Kərbəlanın şahidi olan və imamətdə onunla davam edən İmam Zeynul Abidin əsl adı Əlidir. Əli-i Ovsat, yəni ortancıl Əli. Bir də Kərbəlanın ən kiçik şəhidi olan Əli-i Əsqərdir ki, o da kiçik Əli olaraq qeyd olunur. Və Həzrəti İmam Hüseyin Aleyhisselam bütün övladlarının adını, yəni oğlan övladlarının adını Əli qoymuşdu. Çünki elə bir zamanədə qoymuşdu ki, Əli Aleyhisselamın adını çəkmək cinayət hesab olunurdu. Uşaqlarına Əli adı qoyulurdusa, həmin insanlar təqib olunurdu. Elə bir zamanədə İmam Hüseyin Aleyhisselam bütün övladlarının adını Əli qoymuşdu. Və atası İmam Hüseyin Aleyhisselam'dır, anası Leyla binti Əbu Mürrədir. Leyla, anasının adı Leyla'dır. Və qeyd olunur ki, ailəsi də var idi, ailə qurmuşdu, ailəsi var idi və övladları da olduğu qeyd olunur. Xüsusən bir övladının adının qeyd olunur ki, Həsən adında bir övladı var idi. Ailəsinin olduğunu biz hardan görürük? Çünki ziyarətnaməsində Əli Ekberə aid olan ziyarətnamə var. Orada qeyd olunur ki, sallallahu aleykə, sənə salam olsun. Əli Ekberə xitabən deyilir. Sənin nəslinə salam olsun, sənin və əhli beytikə, sənin ailə üzvlərinə salam olsun və əbəikə, sənin atalarına salam olsun və əbnəik və sənin balalarına salam olsun. Başqa bir rivayəti qeyd eləyəsi olsaq, İmam Cəfər Sadiq Aleyhisselam Əbu Həmzəliyə buyurur ki, Kərbəlaya çatdıqda Də'i xəddəkə
aləl qabr. Üzvü qoy qəbrin üzərinə. Və qul və denə sallallahu aleykə ya Əbəl Həsən. Salam olsun sənə ey Əbəl Həsən, ey Həsənin atası. Əli Əkbərə xitabən. Yəni biz bu rəvayətlərdən görürük ki və ziyarətnamədən görürük ki Həzrəti Əli Əkbər Kərbalada olarkən ailəsi də var idi və Həsən adında da övladı olmuşdur. Muhammed və Ali Muhammedə salavat qeyd olunur ki, İmam Hüseyin əleyhissalam Kərbalada Həzrəti Əli Əkbəri ki göndərir döyüş meydanına, bu sözləri deyir. İlahi, sənin yanına elə bir şəxsi meydana elə bir şəxsi göndərirəm ki, Mərsiyədə də var da, şahid olsan da ilahi, yola saldım bağlamı, qanlı meydana gedir, meydana saldım bağlamı, təxminən belə bir şey Mərsiyədə keçirdi. Və bu kəlməni deyir, Əşbəhun nas xalqan, xulqan və məntiqən bi rəsulik. İlahi, elə bir şəxsi sənin yanına göndərirəm ki, əxlaqda da, yaranışıqda da, danışıqda da Peyğəmbərə oxşuyur. Bunun bir, belə deyək ki, xüsusi bir səbəbi var idi. Yəni, Həzrəti İmam Hüseyin əleyhissalam demək istəyir ki, İlahi, mən bilirəm Həzrəti Peyğəmbər sən üçün nə qədər dəyərlidir. Biz bilirik də, Peyğəmbər, Allah üçün Peyğəmbər çox dəyərli idi. Bəzi yerlərdə deyir ki, səsizi ondan yüksək qaldırmayın, ona adı ilə xitab eləməyin, ondan qabağa keçməyin, evinə getdiniz, qonaq oldunuz, çox incitməyin, yemək yediniz, dağılışın, gedin, qalxın. Onun kim incisə, Allah, mələklər və lənət eləyənlər ona lənət eləyər. Bu cür ayələr var Quran-ı Kərimdə Peyğəmbərimiz haqqında. Gəlir Peyğəmbərimizə əbtər deyir, sonsuz deyir, Allah Teala nə eləyir? Quran surəsi indirir Peyğəmbərimizin ehtiramına görə. Yəni Allah Teala öz Peyğəmbərinə çox dəyər verirdi. Peyğəmbərimiz çox çalışırdı ki, insanların hidayəti üçün Allah Teala Quran-ı Kərimdə ayə indirir. Fəzzəkkir, innəmə əntə muzzəkkir, ləstə aleyhim bi musaytir. Ya Resulum, sən qorxut ki, sən xatırlat ki, sən zaten ancaq xatırladansan, sən onların üzərində hakim deyilsən. Yəni, başqa bir ayədə var ki, ya Peyğəmbər, öz dilimizə desək, özü çox narahat eləmə, özü çox həlak eləmə bunlara görə. Yəni, İmam Hüseyin də bilirdi ki, Allah Teala Həzrəti Peyğəmbərə nə qədər dəyər verir. Ona görə Həzrəti Əli Əkbəri yollayanda təzədən o şeylər dilinə gətirir ki, mən elə bir şəxsi sənin yanına göndərirəm ki, şəhadət meydanına göndərirəm ki, Peyğəmbərə çox oxşuyur. Peyğəmbərə çox oxşuyur. Yaranışıqda da oxşuyur, danışıqda da oxşuyur, əxlaqında da oxşuyur. Biz darıxanda Peyğəmbər üçün ona baxırıq. Həmin yəni ki, ən dəyərlimi göndərirəm. Mənim üçün ən dəyərli olanı göndərirəm. Yəni bunu bu cürünə qeyd eləyir. Və birinci şəxs idi ki, Bəni Haşimdən şəhadətə çatdı. Biz ziyarətnaməsində nə deyirik? Şəhidlərin ziyarəti, şühədanın ziyarətnaməsində Əli Əkbər əleyhissalamın haqqında deyir ki, Əssəlamu aleykə, ya əvvələ qatili min nəsli xeyris sələsil. Salam olsun sənə ey ən xeyirli nəsildən olan birinci qətl olunan. Yəni, salam olsun o şəxs ki, sən birinci qətl olunmusan. Peyğəmbərin nəslindən Kərbalada birinci qətl olunmusan. İmam Hüseyin əleyhissalam Kərbalada yol gedirdilər. Yol getdikləri yerdə bir mənzildə yatmışdı. Bəni Məqatilin evində yatmışdı və bir müddət sonra oyanır və qalxır deyir ki, İnna lillah, Kərbala yolundadır ya, İnna lillah
və innə iləyhi raciun. Velhamdülillahi rabbil alamin. Mənasını bilirik də, İlahi səndən gəlmişik və sənə doğru qaydırıq. Həmd olsun aləmlərin Rəbbinə. Həzrəti Əli Əkbər əleyhissalam bunun səbəbini soruşur ki, nə olub? Bunu bu cürdə rəvayət edirlər. Deyir ki, İmam Hüseyin əleyhissalam yuxuda gördüm ki, ey evladım, yuxuda gördüm ki, bir nəfər süvaridir mənə deyir ki, bizim üçün deyir ki, bu topluluq, bu cəmiyyət, bu karvan hərəkət edir. Ölüm də onların arxasınca hərəkət edir. Bəzi rəvayətdə deyir ki, İmam Hüseyin əleyhissalam bunu yuxuda görmüşdü. Bəziləri dedilər ki, hələ İmam Hüseyin əleyhissalam ayıq olarkən, karvan ki, Kərbala gedəndə bu səsi eşitmişdi Həzrəti İmam Hüseyin əleyhissalam. Əli Əkbər əleyhissalama deyir ki, mən bu sözü bir nəfər yuxuda mənə, süvari idi, mənə dedi ki, bu karvan gedir, ölüm də bunları təqib edir, ölüm də bunların arxasınca gedir. Əli Əkbər əleyhissalam deyir ki, atacan, Allah sizə heç bir pisliyi gətirməsin. Biz haqq üzərindəyimiz. Biz haqq yolundayıq. İmam Hüseyin əleyhissalam deyir ki, əlbəttə, bütün bəndələrin o haqqa dönəcəyi Allaha and olsun ki, biz haqq üzərindəyiz. Biz haqq yolundayıq. Həzrəti Əli Əkbər əleyhissalam deyir ki, atacan, əgər haqq yolundayıqsa, mən ölümdən qorxmuram. Ölümdən qorxumuz yoxdur. Ölümdən qorxumuz yoxdur. Mən bunu nə ilə müqayisə eləmək istəyirəm? Mən bunu bir hadisə ilə müqayisə eləmək istəyirəm. Həzrəti Əli Əkbər əleyhissalam bu sözləri deyir. Bu sözləri deyir və bir də Şabaniyyə xütbəsinə mən keçmək istəyirəm bu yerdə. Biz deyirik ki, Həzrəti Əli Əkbər əleyhissalam babası, daha doğrusu atasının babası olan Peyğəmbərə bənzəyirdi. Çünki hədislərdə var, deyilib bu. Amma təkcə ona bənzəmirdi. Düşüncə cəhətindən, fikir cəhətindən öz babasına da bənzəyirdi. Öz babasına da oxşuyurdu. Babası kim? Həzrəti Əli ibn Əbi Talib əleyhissalam. 7 il ki, onun himayəsində olmuşdu, onun əlində böyümüşdü. Öz babası Həzrəti Əli əleyhissalam möminlərin əmiri ona da bənzəyirdi. Mən hansı bənzərliyi demək istəyirəm? İndi qeyd elədiyim rəvayəti. Həzrəti İmam Hüseyin əleyhissalam deyir ki, bu karvan, mənə deyir ki, bu karvan gedir, arxasınca da ölüm gəlir. Yəni, ölüm bizi yaxalayacaq. Kərbalada biz ölümə doğru gedirik. Əli Əkbər deyir ki, biz haqq yolundayıq, deyir, haqq yolundayıq, onda ölümdən qorxmuram. Amma mən hansı rəvayətə bunu bənzədirəm? Şabaniyyə xütbəsi. Şabaniyyə xütbəsində Peyğəmbərimiz Ramazan ayı haqqında danışır. Ramazan ayı haqqında danışır. Həzrət Əli əleyhissalam qalxır ayağa. Ya Rəsulallah, bu ayda ən üstün əməl hansıdır? Peyğəmbərimiz buyurur ki, bu ayda ən üstün əməl Allahın haram buyurduqlarından çəkinməkdir. Bunu deyəndən sonra Peyğəmbərimiz ağlayır. Həzrət Əli əleyhissalam deyir ki, ey Allahın Rəsulu, niyə ağlayırsan? Peyğəmbərimiz buyurur ki, ya Əli, ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizliklər olunacaq. Hörmətsizliklər edəcəklər sənə. Sanki səni namaz qılan halda görürəm və indiyə qədər gəlib getmiş bütün bədbəxtlərin ən bədbəxti, ən namərdi sənə qarşı elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın qırmızıya boyanacaq. Yəni, amin inşallah. Yəni, Peyğəmbərimiz Həzrəti Əli əleyhissalamın şəhadət xəbərini verir. İmam Hüseyin əleyhissalam da Kərbala yolunda Əli Əkbər əleyhissalama şəhadət xəbərini verirdi. Əli Əkbər əleyhissalam nə dedi? Atacan, biz haqq yolundayıq mı? Peyğəmbərimiz də Həzrət Əli əleyhissalama şəhadət xəbərini verəndə Həzrət Əli əleyhissalam nə deyir? Deyir ki, gördüm ki, Həzrət Əli əleyhissalam haqqında sanki gözümlə görürəm ki, başına qılınc vururlar, ağ saqqalın qırmızıya boyanır. Həzrət Əli əleyhissalam nə soruşur? Möminlərin əmiri olan Həzrət Əli əleyhissalam buyurur ki, ey Allahın Rəsulu, bu hadisə baş verəndə mən dinimdə sadiq olduğum halda mı baş verəcək?
Görürsünüz necə bənzəyir. Biri deyir, mən dinimdə sadiq olanda olacağım. Əli Əkbər nəvəsi isə deyir ki, biz haqq yolundayıq mı? Onlar zaten bilirlər haqq yolundadılar. Onlar zaten bilirlər ki, dində Həzrət Əli əleyhissalam zaten ömür boyu başqa dinə qulluq eləməyib. Uşaqlığından elə İslamı qəbul eləyib. Amma ilk sualı nə olur? Mən haqda mı olacam? Haqq dində mi olacam? Dində sadiq qalan vaxtda mı olacam? Bu cür Əli Əkbər əleyhissalamla Həzrət Əli əleyhissalamın bənzərliyi var. Çünki bunlar hamısı Əhl-i Beyt məktəbinin nümayəndələri idilər. Qanlarından vilayət axırdı. Qanlarından imamətin, ətindən, qanından, bədənindən imamətin qoxusu gəlirdi. Bunlardan zaten başqa cür bir şey gözləmək olmaz. Həzrəti Qasım əleyhissalamdan soruşurlar, Həzrəti İmam Hüseyin əleyhissalam soruşur, ölüm sən üçün nədir? Nədir? Əhla minəl əsəl. Ölüm mənim üçün baldan şirindir. Ölüm mənim üçün baldan şirindir. Mən sözümü inşallah yavaş-yavaş bitirmək istəyirəm. Allah Teala'dan istəyirik ki, bizləri dünya və axirət Əhl-i Beytin yolunda olan şəxslərdən qərar versin inşallah. Bir daha hər birimizin mövludun təbrik edirəm. Allah Teala bizləri bu mübarək şəxslərin mübarək qəbirlərini ziyarət edənlərdən qərar versin. Amin. Bu mübarəkləri bu dünyada dərk edənlərdən qərar versin. Amin. Cavan idi. Həzrəti Əli Əkbər 28 yaşı var idi. Amma imanın ən pik nöqtəsinə çatmışdı. Ən böyük zirvəsinə çatmışdı. Ən yüksək zirvəsinə çatmışdı. Deməli, burada yaş məsələsi deyil. Burada iman məsələsidir. Yaşına baxmayaraq ən böyük zirvəyə çatmışdı. İmam Hüseyin qəbri də bilirsiniz də, İmam Hüseyin əleyhissalamın eyni qəbirdədirlər. Ayaq tərəfindədir. Bu cür böyük bir mərtəbəyə çatmışdır. Allah bizlərə də cavanlarımızı Əli Əkbər əleyhissalama xatir bu yolda sabit qədəm eləsin. Allah Teala'dan istəyirik. Bizlərə o mübarək şəxslərin bu dünyada ziyarətin, məhəbbətin, qiyamətdə və axirətdə şəfayətin hər birimizə nəsib eləsin. Amin. Muhammed və Ali Muhammedə salavat edirik.